Qardaş, elmə başlamaq insana nə məsləhət verdir? Yəni, necə eləsin, nədən başlasın? Elmə başlamasın. Elm tələbəsi var. Biri var başlayırsan ki, inşallah gələcəkdə belə deyək, elm əhli olacaqsan. O zaman yol müxtəlifdir. Bir də var, hər hansı bir adam başlamaq istəyir ki, dinini öyrənsin, onda o hansılardan başlasın. Sən hansını qəsd edirsən bunların? Siravi bir adam dinini öyrənərkən necə başlasın? Ümumən, hər halda birinci İslam'a girdinsə, düzdür, birinci Quran-ı Kərimi oxumağa çalış. Quran-ı Kərimi. Namaz, təbii ki, namaz qılandan, oruç tutandan, zəkat verir, həcc. Bu, İslam 5 şərt, imanın 5 şərtindən sonra, İslam və imanın şərtlərini tamamlayandan sonra elm tələbəsi olaraq Quran-ı Kərimə önəm verginə. Oxumağı səlsitlə bacardıqdan sonra və Quran-ı Kərimi ən çox bacardığın şəkildə əzbərlə. Çünki sən dəvətçi olanda dəlillər gətirməyə ehtiyacın var. Dəlillər bilməyə ehtiyacın var. Və bu dəlilləri ən azından bugünkü gündə umumən əməllə ilgili olan, etiqadla ilgili olan dəlillərin təfsirlərinə bax ki, gör sələflər nə deyir bu haqda. Və sonra əqidə kitablarını oxu ki, tövhidlə ilgili olan kitabları oxu ki. Və burada şəxsdən şəxsə fərqi var. Başlanğıc olaraq, məsələ, başlanğıc olaraq çalış bir adamın yanında oxu ki, birbaşa özün açıb kitabları oxuma ki. Məsələn, Kitab-ı Tevhidi keçən adam varsa, get onun yanında oxu ki. Usul-ü Sələsəni, Qavaid-ül Arba'anı, Kəşf-ü Şubuhədi və s. kimi kitablar. İxlasla.com saytı tərəfindən təqdim olundu.